Qazaxıstandan gələn yük Ermənistana yola salınır. Əməkdaşımız Nərmin Əmirli hazırda ərazidədir və prosesi izləyir. Təklif edirəm ən son məlumatları ilə bağlantı yaradaq, ondan alaq, baxaq görək gedişat necə gedir. Nərmin, sabahınız xeyirli olsun, eşidirik sizi. Buyurun. Salam İslam, hər vaxtınız xeyir. Sizi və yeni bir səhərin tamaşaçılarını salamlayırıq. Cənab Prezident İlham Əliyevin də oktyabrın 21-də Qazaxıstanda dövlət səfərində olarkən bəyan etdiyi kimi Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı işğaldan bəri mövcud olan məhdudiyyətlər aradan qaldırılıb və hazırda sizin də kadrlardan gördüyünüz kimi Rusiyadan Azərbaycan ərazisindən tranzit keçməklə 1048 ton 800 kiloqram taxıl yüklü 15 vaqon ötən gün noyabrın 5-də Böyükəsi stansiyasından Ermənistana göndərilmişdi. Yüklər Gürcüstana, oradan isə Ermənistana daşınıb. Həmçinin Qazaxıstan taxılının bugün Azərbaycan üzərindən Ermənistana yola salınması başlanılıb. Yüklər Gürcüstana, oradan isə Ermənistana daşınır. Qeyd etdiyim kimi, həmçinin Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana daşınmasına başlanılır ki, bugün 1000 tona yaxın taxıl yüklü 15 vaqon noyabrın 5-də Azərbaycana daxil olub. Qatar artıq Biləcəri stansiyasından yola düşdü. Biləcəri Hacıqabul Böyükəsi marşrutu ilə hərəkətini davam etdirəcək və yüklər qeyd edeyim ki, Böyükəsi stansiyasına yola salınacaq. Həm Rusiya, həm də Qazaxıstan vasitəsilə Ermənistana yüklərin növbəti partiyalarının göndərilməsi də gözlənilir.